Bakının Nizami rayonunda 29 yaşlı oğlan iş yoldaşının bank kartından pul uğurlamakta ittiham edilib. Bakı şəhər sakini 1997-ci il təvəllüdlü Elşad Sultan Hamamda iş yoldaşı Fəridin istifadəsində olan bank kartından 1000 manat məbləğində pul vəsaitini gizli olaraq talayıb. Elşadın barəsində Cinayət Məcəlləsinin 177.2.3-1-ci oğurluq, elektron məlumat daşıyıcılarından yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə maddəsi ilə ittiham elan edilib. İş üzrə izahat verən Elşad ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O ifadəsində göstərib ki, Fəridlə Sultan Hamamda birlikdə işləyib. 2026-cı ildə işdə olan zaman Fərid mobil telefonunda şəbəkənin olmadığını və telefonda mobil tətbiqinə girişi edə bilmədiyini bildirdi. Ona köməklik etməyimi xahiş etdi və mobil telefonunu mənə verdi. Fəridin telefonundakı banka məxsus mobil tətbiqə daxil olduğunda kart hesabında 2160 manat pul olduğunu gördüm. Tanışım Seymura mesaj yazarak bank kartımın balansından 1000 manat pul olduğunu bildirdim və həmin pulu çıxartmaqda mənə köməklik etməyini, 1000 manat pulu həmin kartdan Emon hesabıma köçürtməsini və mənim məxsus bank kartına göndərməsini xahiş etdim. Seymur məndən kart məlumatlarını göndərməyimi istədi. Fəridin telefonunda olan kartın 16 rəqəmli nömrəsini Seymura göndərdim. Fəridin telefonuna gələn SMS bildirişini qəbul etdim deyə o ifadəsində göstərib. Təqsirləndirilən şəxs deyib ki, daha sonra Fəridin kart hesabından 1000 manat pul vəsaiti çıxarılaraq Emon hesabına köçürüldüyünü deyib. Bundan sonra Fəridə mobil tətbiqə daxil olmağın mümkün olmadığını dedim. Fərid də məndən kartın bloklanmağımı istədi. Fəridin kartını blokladım. Mənim Seymura borcum olduğundan həmin puldan 350 manatını borcun əvəzi olaraq özünə götürməsini, qalan pulu isə mənim bank kartıma göndərməsini bildirdim. Seymur 50 manat və 600 manat olmaqla cəmi 650 manat pulu mənə məxsus kart hesabıma köçürdü deyə təqsirləndirilən şəxs ifadəsində göstərib. Təqsirlənən şəxs ifadəsində əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödədiyini, onunla barışıq əldə etdiyini söyləyib. O, məhkəmədən barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza təyin edilməsini xahiş edib. İş üzrə zərərçəkmiş Fərid ifadəsində göstərib ki, Elşadla birlikdə Sultan Hamamda kisəci işləyib. İşdə olan zaman özümə məxsus mobil telefonda banka məxsus mobil tətbiqə daxil ola bilmədim. İş yoldaşım Elşada mobil tətbiqə daxil ola bilmədiyimi bildirdim və köməklik göstərməsini xahiş etdim. Mobil telefonumu Elşada verdim. Elşad telefonumda mobil tətbiqə daxil olmaq üçün üz simamı həmin tətbiqə oxutdu deyə zərərçəkmiş ifadəsində göstərib. Zərərçəkmiş qeyd edib ki, daha sonra Elşad tətbiqədə bəzi bölmələrə nəzər yetirib. Bu zaman telefona mesaj gəldiyini gördüm. Elşaddan həmin mesajın nə olduğunu soruşdum. O kartda pul çəkməmələri üçün kartı blokladığını bildirdi. Sonra Elşad telefonumu qaytardı. Kart hesabımın bloklandığı üçün sonraki gün banka getdim və kart hesabımın aktiv edilməsinə köməklik göstərmələrini xahiş etdim. Bankda mənə kart hesabımdan 1000 manat pulun Emon tətbiqinə köçürüldüyünü bildirdilər. Bundan sonra 25-ci polis şöbəsinə gedərək ərizə yazdım. Mənə məlum oldur ki, kart hesabımdan 1000 manat pulu Elşad çəkib deyə zərərçəkmiş şəxs ifadəsində göstərib.
Nizami rayon məhkəməsinin hökmü ilə Elşad 1 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Hökmə əsasən təqsirlənən şəxsə cəzaçəkmə müddəti ərzində hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvanı tərk etməsi qadağan olunub. Bu müddətdə ona Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyulub. Bundan əlavə ona elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub. Həmçinin təqsirlənən şəxsin üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilib.